Əgər geyinilməsi haram olan açıq-saçıq üst qadın geyimini satmağın hökmü nədir? Problemi yoxdur. Niyə? Çünki ümumiyyətlə bu çox yerlərə bu məsələ qabağa gəlir. Mən bir nümunəsini deyirəm ki, digər yerlərdə də. Bir şey ki, həm halalda istifadə oluna bilər, həm haramda istifadə oluna bilər. Onun satmağı, almağının problemi yoxdur. Oradan gələn qazanc halal qazancdır. Məsələn, bir adam bıçaq satır. Bu bıçaqla düz işlərdə görmək olar. Biri aparır heyvan kəsir, biri də gedib cinayət eləyir. Yəni hər iki iş ola bilər. Və satanın da niyyəti bu deyil ki, məsələn, bununla gedib cinayət eləsin. İndi belə bir yerlərdə qadın paltarıdır, o qadın elə bilər bunu evdə geyinsin, həyat yoldaşının yanında geyinsin, məhrəmlərin yanında geyinsin. Belə bir şey də var. Bəli, bir sıralarda mümkün bunu çöldə geyinsinlər, naməhrəm qabağında geyinsinlər. Hər halda hər ikisi var. Həm halal var, həm haramı. Ona görə bunu satana heç bir problemi yoxdur.